Salam, bugün sizinlə çox vacib bir sənədi, yəni vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının qanununu, belə deyək, ətraflı nəzərdən keçirəcəyik. Salam. Bəli, çox mühüm bir mövzudur. Əlimizdəki əsas mənbə elə qanunun öz mətni. Məqsədimiz isə bu sənədin sizin üçün ən kritik məqamlarını, yəni hüquqlarınızı və müraciət prosesinin əslində necə işlədiyini aydınlaşdırmaqdır. Bu qanun əslində dövlətlə vətəndaş arasındakı, necə deyim, dialoqun əsasını təşkil edir. Gəlin başlayaq. Bu, sanki sizinlə dövlət arasında bir körpünün necə qurulduğuna dair bir bələdçidir, elə deyilmi? Tamamilə doğrudur. Bu, həqiqətən də fundamental bir hüquqi mexanizmdir. Baxın, Konstitusiyamızda təsbit olunmuş müraciət etmə hüququna əsaslanan bu qanun hər bir şəxsin fərdi və ya bir qrup şəklində. Dövlət və bələdiyyə orqanlarına, hətta dövlətin və ya bələdiyyənin payı olan şirkətlərə belə, yəni səsini çatdırmaq imkanını müəyyən edir. Yəni çox geniş əhatəlidir. Bəli, ən əsas məqamlardan biri odur ki, bu hüquqdan istifadə tamamilə sərbəst və könüllüdür. Amma təbii ki, bir şərtlə, başqalarının hüquqlarını pozmamaq şərti ilə. Anlaşılır. Və çox vacib bir prinsip. Heç kim, amma heç kim, mənşəyinə, dininə, cinsinə və ya hər hansı başqa əlamətə görə bu hüquqdan məhrum edilə bilməz. Bərabərlik prinsipi. Yəni, bu hüquq hamı üçün eynidir. Bəs yaxşı, insanlar hansı məqsədlərlə müraciət edə bilərlər? Müraciətlərin konkret növləri varmı qanunda? Əlbəttə, qanun 3 əsas müraciət növünü fərqləndirir. Birincisi təklifdir. Təklif? Bəli, bu, məsələn, hər hansı bir qanunun və ya qaydanın təkmilləşdirilməsi, bir qurumun işinin daha yaxşı qurulması, ümumiyyətlə müxtəlif sahələrlə bağlı sizin irəli sürdüyünüz ideyalar ola bilər. Aydındır. İkincisi? İkincisi, ərizədir. Bu, daha çox sizin şəxsi hüquq və azadlıqlarınızın təmin olunması ilə bağlıdır. Yəni, konkret istək və ya tələbləriniz. Məsələn, hansısa sənədin alınması və ya bir problemin həlli kimi. Tamamilə. Üçüncüsü isə şikayətdir. Əgər hesab edirsinizsə ki, hər hansı bir hüququnuz pozulub, onun bərpası və müdafiəsi üçün edilən müraciətdir. Və bu müraciətlər həm yazılı, o cümlədən elektron formada, həm də şifahi şəkildə ola bilər. Anladım. Deməli, məqsədinizə uyğun bir növü seçirsiniz, bəs müraciətin qəbul olunması üçün hansı, belə deyək, formal qaydalara əməl etmək lazımdır? Yəni, nəyə diqqət etməliyik ki, müraciətimizə baxılsın? Çox doğru vurğuladınız, bəli. Bəzi formal tələblər var. Onlara əməl etmək şartdır. Məsələn, yazılı müraciət edərkən kimə ünvanlandığı, yəni qurumun adı və ya konkret vəzifəli şəxsin adı, soyadı, vəzifəsi dəqiq göstərilməlidir. Yəni, ünvanı düzgün yazmaq lazımdır. Bəli. Ən əsası, siz öz adınızı, ata adınızı, soyadınızı və ünvanınızı ya da işlədiyiniz yeri aydın şəkildə qeyd etməlisiniz. Müraciətin mətni oxunaqlı olmalıdır, təklif və ya tələb konkret ifadə edilməlidir. Və əlbəttə, təhqir və ya böhtan xarakterli ifadələrə yol verilməməlidir. Bu vacibdir. Bu, müraciətin baxılmadan kənarda qalmasına səbəb ola bilər. Kağız üzərindəki müraciəti imzalamaq və tarix qoymaq mütləqdir. Elektron müraciətlər isə qurumun rəsmi elektron poçtuna və ya saytındakı xüsusi forma vasitəsilə göndərilir. Orada da elektron imza ilə təsdiq tələb olunur. Elektron imza. Bəli. Və çox vacib bir məqam, əgər müraciətdə sizin kimliyinizi təsdiq edən bu məlumatlar, ad, soyad, ünvan, imza yoxdursa, o anonim hesab edilir və qanuna görə baxılmır. Deməli, anonim şəkildə müraciət etmək effektiv deyil, yəni baxılmayacaq. Düzdür, qanun bunu nəzərdə tutur. Bu, həm də məsuliyyət və şəffaflıq üçün vacibdir. Başa düşdüm. Bəs ən çox maraq doğuran sual yəqin ki, budur. Müraciətə nə qədər vaxtda cavab verilməlidir? Gözləmə müddəti nə qədərdir? Bu, çoxlarını maraqlandırır, bəli. Ümumi qayda belədir ki, müraciətiniz qeydə alındığı tarixdən etibarən ən geci 15 iş günü ərzində cavablandırılmalıdır. 15 iş günü. Bəli. Lakin bəzən olur ki, müraciətdə qaldırılan məsələ əlavə araşdırma, yoxlama və ya, necə deyim, məlumat toplama tələb edir. Bu halda müddət 30 iş gününədək uzadıla bilər. Uzadıla bilir. Amma bu barədə sizə məlumat verilməlidir, yəni səbəbi göstərilməklə. Bəzi xüsusi hallar da var.
Məsələn, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə 15 iş günündən gec olmayaraq baxılır. Onlar üçün daha qısa müddətdir. Bəli, korrupsiya ilə bağlı məlumat xarakterli müraciətlərə baxılma müddəti isə 20 iş günüdür. Zərurət yaranarsa, bu da əlavə 10 iş günü uzadıla bilir. Bir də var ki, məlumat təcili lazımdır, əhəmiyyətini itirə bilər. Hə, məsələn, media sorğuları kimi. Bəli, o zaman cavab dərhal, mümkün olmadıqda isə ən geci 24 saat ərzində verilməlidir. Yəni bu müddətləri bilmək, prosesi izləmək üçün sizə bir, necə deyərlər, istinad nöqtəsi verir. Aydındır. Bəs müraciətə baxılma prosesində sizin, yəni vətəndaşın konkret olaraq hansı hüquqları var? Prosesə birbaşa təsir etmək imkanlarımız mövcuddurmu? Əlbəttə, sizin proses boyunca müəyyən hüquqlarınız var. Qanun bunları təsbit edir. Məsələn, müraciətinizə əlavə sənədlər və ya materiallar təqdim edə bilərsiniz. Əlavə sübutlar, məsələn. Bəli, müraciətinizin qurumda hansı nömrə ilə və nə vaxt qeydə alındığı barədə məlumat almaq hüququnuz var. Ən əsası, müraciətinizə baxılmanın nəticəsi barədə yazılı ya da sizin razılığınızla elektron əsaslandırılmış cavab almalısınız. Cavab mütləq olmalıdır. Mütləq. Əgər verilən cavab və ya qərar sizi qane etmirsə, o zaman daha yuxarı orqana, yəni inzibati qaydada və ya birbaşa məhkəməyə şikayət etmək hüququnuz var. 2 yol var deməli. Bəli. Həmçinin müraciətinizdə olan şəxsi həyatınıza, ailə və ya kommersiya sirrinizə aid məlumatların məxfiliyinin qorunmasını tələb edə bilərsiniz. Və qanunda çox mühüm bir təminat var, bunu xüsusi qeyd etmək istərdim. Buyurun. Sizin şikayət etdiyiniz qurumun özünə və ya haqqında şikayət etdiyiniz vəzifəli şəxsə həmin şikayətin baxılması üçün göndərilməsi qəti qadağandır. Bu doğrudan da çox vacib bir qoruyucu mexanizmdir, yəni obyektivliyi təmin edir, sözün düzü əla mexanizmdir. Bəli, bu obyektivliyin təminatı üçün kritik əhəmiyyət kəsb edir. Bəs vətəndaşların birbaşa qəbulu ilə bağlı qaydalar necədir? Yəni həmişə yazılı müraciət etmək lazımdır, yoxsa birbaşa gedib danışmaq, dinlənilmək mümkündürmü? Yox, təkcə yazılı deyil. Qanun bunu da tənzimləyir. Baxın, müraciətlərə baxmaq səlahiyyəti olan bütün qurumlar və onların rəhbərləri ayda ən azı bir dəfə vətəndaşları qəbul etməlidirlər. Ayda bir dəfə? Ən azı. Qəbula yazılmaq üçün şəxsiyyətinizi təsdiq edən sənədlə müraciət etmək kifayətdir. Əgər qaldırdığınız məsələ təxirə salınmaz xarakter daşıyırsa və əlavə araşdırma tələb etmirsə, sizi dərhal qəbul etməlidirlər. Təcili hallarda. Bəli, qəbul zamanı şifahi olaraq bildirdiyiniz müraciətə, əgər mümkündürsə, elə yerindəcə cavab verilə bilər. Yox, əgər məsələ mürəkkəbdirsə, əlavə araşdırma tələb edirsə, o zaman şifahi müraciətiniz yazılı müraciət kimi qeydə alınır və ümumi qaydada baxılır. Yəni, şifahi müraciət də mümkündür. Beləliklə, görürsünüz, əziz dinləyicilər, vətəndaşların müraciətləri haqqında qanun sizə dövlət və bələdiyyə qurumları ilə dialoq qurmaq üçün təkliflər vermək, hüquqlarınızı tələb etmək və pozulduğunu düşündüyünüz hüquqlarınızı müdafiə etmək üçün konkret alətlər və mexanizmlər verir. Bəli, əsas məsələ bu hüquqların mövcudluğundan xəbərdar olmaq və onlardan səmərəli şəkildə istifadə etməyə bacarmaqdır. Unutmayın ki, qanunun tələblərinə uyğun, aydın və əsaslandırılmış şəkildə tərtib edilən hər bir müraciətə diqqətlə yanaşılmalı və sizə məhz mahiyyət üzrə cavab verilməlidir. Yəni, cavab formal olmamalıdır. Qətiyyən. Bu, həm də idarə etmədə şəffaflığın və hesabatlılığın artırılmasına xidmət edən mühüm bir vasitədir əslində. Bəs siz necə düşünürsünüz? Bugün əldə etdiyiniz bu məlumatlar, konkret prosedurlar, müddətlər, sizin hüquqlarınız, gələcəkdə hər hansı bir problemlə üzləşdiyinizdə və ya bir təklifiniz, bir ideyanız olduğunda dövlət və ya bələdiyyə orqanları ilə ünsiyyət qurma tərzinizə, yanaşmanıza necə təsir edə bilər? Bu sual üzərində biraz düşünməyə dəyər.